Öz aramız ya. Buradan kuş uçanda da bir tane Sırazı eviyesine deysən ha Şirini. Nailə xanıma niye gelip demişsən ki 17 manat borcu var satılan suya? Hardan bilir su pulunu? Hardan bilir? Hə zəng edirlər. Hə yaxşı. 17 manat mən suyu nətər ödəyim? Bilmirəm axı. Kartımı atıram özünə ödəsən Allah. Ay mən bilmirəm suyu nətər ödəyim mən. At kartımı atım özünü həll eləsən Allah. Yaxşı. At opça hesabla de mənə. Hesabla de nəyi hara verəcəm. Mən bilmirəm suyu nətər vuram. Əvvəlcən Fərdə deyəcək də özü həll edəcək. Deyəcək bu qədər. O düzgün adamdır. Adamın üstündə Allah var. Fərid çox düzgün adamdır. Etibar ediləsi adamdır. Abunə nömrəsi lazımdır. Deyir nömrə atıram da. Rəmoş yazdı. Şirinim darıxmısan mənim üçün? Məndən ne deyir yazı bu? Məndən yaxşı dost olmadı. Qədrin bilmə. Ne əlaqə? Platformadan bir də mənə sən itirib axtaram. Oynamıram da. Hə yaxşı. Gəl bir bunu yığım görüm dəqiq oldu. Gözlə görüm bu dəqiq oldu. Birdən opsi olar, mırtdaşar. Gözləyirəm bu odur. Sako mənəm. Ne olub az? Mənəm. Ne olub? Keyfin yaxşı. Yəni nəylərsə yaddan çıxartmadı, heç nə olmuyor. Heç nəyə mən yaddan çıxarmıram, ürəyim. Nəylərsə bir həftə bundan qabaq məndən danışırlar, məndən film kasırlar. Bir də onlarla danışsam kişi deyilən sözü deyəndə danışanda biraz ehtiyatlı olsun. Yaxşı. Bilərsən, amma mən daha uşaq ağıllanmışam, tövsiyə sənə deyim. Yaxşı, Hasan gelsən yayına. Yine sözünü soxdu getdi. Ehtiyatlı olaq da. Yaxşı. Düz elə. Neyse bugün niye başımıza dönüm? Dalaşmışsınız. Lemanla niye dalaşıram? Lemanla dalaşaram. Niye dalaşıram? En çətin gündə bir yerde oldum. Heç Lemanla dalaşarlar. Heç bak. O kız. Leman kişi xarakterli qızdır. O qızın üstünə o qədər gəldilər, Sakodan uzaq dur, Sakoyu belə elə, Sakonu satsan, yəni loru dildə deyirəm də, səndən işimiz olmayacaq, falan beşməçə. Satmadı o məni. Mən heç onu unudaram. Mən unudaram onu. Uşağam mən. Rəngin niyə sarıdır? Çünki işıq sarı rəngdədir. Öncə Allahcığından danışaq da düzünü danışaq. Bu qız satmayıb məni.
Ən çətin gündə bərabər olduq. Düzdür, mənim üçün çətin gün deyildi. Ləmanın çətin günü idi. Təsir eləmişdi. Denən niyə? Bəziləri söyüşlə oturdu, durdu. Bəziləri oyun göndərmədi bizə. Qorxdular. Bəziləri onların sözü ilə oturdu, durdu. Bəziləri satdı. Hərləndi, pırlandı, özləri də söyüldü. Ondan sonra başqa bir atmosfer oldu. Yaxşı ki, bir ucdan belə çətin günlər oldu ki, bəzi yayıncıların maskaları cırıldı. Canımsan, şirimsən, üzümüzə gülən adamlar, bir yerdə pul qazandıqlarımız maskaları cırıldı. Bu çətin gündən bir dənə etibarlı çıxan Saadət oldu, Ləman oldu, bir də mən oldum. İndi Saadətdə Allah xoşbəxt eləsin. Gəl açığını danışaq. Bu çətin gündə axıra kimi Ləman da dedi ki, mən Sakonu satmayacağam. Sako həqiqətən də satılası insan deyil. Özümü tərifləmirəm ha. Sako çörək verəndir, Sako ideya verəndir. Yəni birinə baxsın, desin ki, bax bunu belə elə yönəldirəm. Xeyriyə. 2 nəfər. Ləman, Saadət. Mənim üçün çox etibarlı oldu. Vəssalam. Öz evimin içində yeyib, bütün gün yeyib, içən adam satdı. Bu insanların qədrini bilmək lazımdır. Nələr var, nələri prosta danışmıram. İndi mən Ləmanı unudaram mı? Heç vaxt. Heç vaxt. Bir yerdə çörək yemişdik, gəlib gedirdi. O satdı. Sonra nələr oldu, nələr. Ləman niyə canını açmır? Vallahi dünən də zəng eləmişdim. Ləman deyir ki, mənim bir-iki balaca işim var. Nə işi var, özü çıxanda deyər. Mən deyəməyəcəm. Özü istəyər deyər, istəməz deməz. Amma hər şey qaydasındadır, yəni yaxşıdır. Başı qaçışır prosta. Nuş olsun, sağ ol. Mənim neyimə lazım? Mənim neyimə lazımdır? Kimin səhifəsi açılır, kimin səhifəsi bağlanır? Mənim maraqlı deyil. Ayrılanı, ayrın da yaxşıdır. Hə, o ayrın deyilsən. O biri ayrınla da ki, uşaqlar. Belə salam sağ ol var da. Demişəm, özümə bir də etibarlı PK yoldaşı tapacağım. İnan Allaha heç vecimə deyil. 100 nəfərə düşürəm, jet dəstəyim yox, filan beşmə. İstənilən vaxtı mən bir dənə etibarlı adam tapsam, maraqlı PK yaradacağım. Mənim üçün o boş şeydir. Mən bu sözü demişəm. Bəzi yayıncılar Sakodan bək yapışmaq lazımdır. İndi izləyiciniz adı deyə bilmərəm. Amma siz bilirsiniz ki, məndən bək yapışmaq lazımdır. Vallahi billah məndən bək yapışın. Dürüstlüyüm var. Hə, Sabrina.
axır vaxtlar inanırsa heç yayına zada həvəsim yoxdur. Ancaq gəzib dolaşmaq istəyirəm. Heç nəyə həvəsim yoxdur. Ancaq gəzib dolaşmaq. Biraz başım yaman qatışıqdır. Yayına düzgün girmirəm. İnan Allaha siz yazıb edirsiniz ki, gir də gir. Nə qədər SMS gəlib ki, yayına gir, yayına gir. Yayına gir. Hardasan? Yayına gir. Melisa canımsa. Çörəyimiz adımı yedim. Acından ürəyim geldi. İndi rahat deyək, gülək danışaq. Bir tikə də yiyeyim. Ləman bir dənə söz deyim. Əgər bilməzsinizsə, yalan danışmırsa, Ləman qəşəng studiya ilə zadla, aparatı var, düzdür. İndi studiyası var. Qəşəng qaydacaq. Ola bilsin ki, bir iki nəfər də etibarlı insan taparıqsa, etibarlı, möhtəşəm bir PK-lar olacaq. Düzdür, bir həftə saat başlayacaq, bu o deyil. Deyil, mən bu dörtlünü quranda hamı demişdi ki, mümkün deyil, tutmayacaq. Amma mən demişdim ki, 2 həftə mənə vaxt verin. Bir həftədən sonra dörtlü partladı. Yavaş-yavaş qayıtmaq lazımdır yayınlara. O studiya toz torpaq bağlayıb, basıb toz torpaq ora. O studiyada heç görün. Məni axırıncı dəfə studiyada açan görmüşsünüz. Sən Allah məni axırıncı dəfə studiyada açan görmüşsünüz. Kim pişirib yeməyi? Sevginin pişirib. Ay Allah. Sevgilin kimdir? Zarafat edirəm. Mənə həqiqətən də dəyər verənlər onlar yanımda. Əybi yox. Az olar, saz olar. Günel Angelisa. Ne qəşəng qızdır bu. Qoy Ləman elə gəlsin. Ləman gəlmir deyə həvəsim yoxdur. Qoy biraz Ləman zat gəlsin. Özüm bir şey fikirləşəcəm. Bir iki nəfər də taparıq, yaxşı olar.